1914-cü ildə 18 yaşlı Serb Gavrilo Princip Avstriya Macaristan taxtının varisini öldürərək siyasi böhran yaratdı. Macaristan Serbiyaya ultimatum verdi. Rusiya serbləri dəstəklədi. Almaniya isə Rusiyaya və Fransaya qarşı müharibə elan etdi. İngiltərə özünü münaqişəyə cəlb etdi. Osmanlı Almaniyanın yanında yer aldı. Dünya iki düşərgəyə bölündü və Birinci Dünya müharibəsi başladı. İnsanlar əvvəlcə müharibənin əhəmiyyətini kiçik saysalar da, sonra bu münaqişənin böyük dəyişikliklər gətirəcəyinə və ədalət yaradacağına inandılar. Beləcə, 20-ci əsrin ilk böyük müharibəsi başladı. Birinci Dünya müharibəsində insanlar cəbhəyə dəstə-dəstə yollanır. Generallar şöhrət dalınca qaçır. Kasıblar varlılarla əylənirdi. Amma savaş qanlı idi. Təyyarələr, tanklar və iprit müharibəni dəhşətli edirdi. Müharibə səngərlərdə uzanır, qaliblər bəlli olsa da müharibə bitmirdi. Bu savaş Avropa ilə məhdudlaşmırdı, təsiri geniş idi. Eyni zamanda Osmanlı imperiyası diqqət mərkəzində idi. Osmanlı Birinci Dünya müharibəsində Almaniyanın müttəfiqi olaraq iştirak etdi. İngilis general Nixon Osmanlını xəritədən silmək üçün qərar qəbul etdi. Osmanlı əsrlər boyu Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikaya hakim idi, güclü iqtisadiyyatı və geniş dənizlərə nəzarəti vardı. Bu miras xristian dünyası üçün unudulmaz idi. Xüsusən Fatih Sultan Məhmədin 1453-cü ildə İstanbulu fəth edib Ayasofya kilsəsini məscidə çevirməsi ilə yaranan kin unudulmamışdı. Nixon Tanzendə Osmanlını zəiflətmək üçün plan hazırlamağa çağırdı. Tanzend bölgəni dərindən bilən bir şəxs kimi Hind əsgərlərini Bəsrəyə göndərərək Osmanlı torpaqlarında təsir yaratmağı planladı. Osmanlı müharibədəki ittifağı və strateji əhəmiyyəti ilə İngiltərənin əsas hədəfinə çevrildi. Beləliklə, həm müharibə, həm də Osmanlını parçalamaq üçün siyasi və hərbi planlar davam etdi. Osmanlı sünni məzhəbli olsa da, Bəsrədən Bağdada qədər yaşayan şiələr məzhəb və iqtisadi çətinlik içində idilər. Tanzend bu daxili çəkişmədən xəbərdar idi və Hindistanlı əsgərlərin Bəsrədə yerləşməsindən sonra əməliyyata başladı. Osmanlı 11 milli ordusu ilə İngilis qüvvələrinə tab gətirə bilmədi. Britaniya ordusu 350 kilometrlik məsafəni asanlıqla keçdi və Qutul-Amaraya çatdı. Bu strateji məkan Bağdada gedən son maneə idi. Qutul-Amara İslam dünyasının mərkəzi sayılırdı. Bağdadın məğlubiyyəti İslamın süqutu demək idi. İngilislər bölgədəki daxili çəkişmələr və şiə qəbilələrinin Osmanlıya dəstək verməməsindən əmin idilər. Lakin şiə müştəhidlərin cihad çağırışı ilə müsəlmanlar birləşdi. Minbərlərdən oxunan fətva bütün müsəlmanları müdafiəyə səslədi. Osmanlı ordusu Almaniyanın illərlə verdiyi təlimlərə baxmayaraq zəifləsə də müqaviməti davam etdirirdi. İngilis ordusu Qutul-Amarada son hücuma hazırlaşarkən Londonda Birinci Dünya müharibəsinin il dönümü qeyd olunurdu. Eyni zamanda İngiltərə və Fransa Sykes-Picot sazişi ilə Osmanlı torpaqlarını bölüşdürməyi müzakirə edirdi. İngiltərə ordusu qələbəyə çox yaxın idi. Lakin qarşıda hələ də görüləsi işlər var idi. Sykes-Picot sazişinə əsasən Osmanlı imperiyası Fransa və Britaniya arasında bölünəcək yeni bir orta şərq yaradılacaqdı. Lakin Britaniya Osmanlının qalan ərazilərindən daha səmərəli istifadə etmək istəyirdi. Fransızlar dəbdəbəli həyatı və zövqü üstün tuturdu. İngilislər isə praktiklik və hesab-kitabla hərəkət edir. Neft texnologiyalarına sahib olduqlarını gizlədirdilər. İngiltərə Suriyanı, Livanı və Aralıq dənizi sahillərini Fransaya təklif edib, özü Yəmən, Ərəbistan və İraq səhralarını seçdi. Bu vaxt İraqda
Ayətullah Heydəri və Ayətullah Xalisi cihad fətvası verdi. Nəcəfin böyük müştəhidi Əl-Hububi döyüş meydanında komandanlıq edirdi. Şiə alimləri və Osmanlı qüvvələri qəbilələri birləşdirərək İngilis yardımlarını həm cənubdan, həm də şimaldan kəsdilər. Osmanlıya qarşı olan İraq qəbilələri belə alimlərin çağırışı ilə mübarizəyə qoşuldu. İngiltərə ordusu Qutlamarədə mühasirəyə düşdü. Yemək və sursat tükəndi. İngilislər tarixdə ilk dəfə hava yolu ilə yardım etməyə çalışdı, amma nəticəsiz oldu. Şiə və Osmanlı qüvvələrinin qətiyyəti İngiltərə ordusunu tamamilə çətin vəziyyətə saldı və onların planlarını alt-üst etdi. İngiltərə komandirləri mühasirədən çıxmaq üçün Osmanlıya 2 milyon sterling və müharibəni dayandırmaq təklifi ilə rüşvət göndərdilər. Lakin Osmanlı ordusunun komandanı Ənvər Paşa bu təklifi rədd etdi. 7 dekabr 1915-ci ildən 29 aprel 1916-cı ilədək davam edən mühasirə nəticəsində İngiltərə ordusu böyük itkilərə məruz qaldı. Silah-sursatlarını itirən ordu 13 min əsir, o cümlədən 5 general və 1147 zabiti ilə birlikdə təslim oldu. Komandir Tanzen əsir alınaraq daha böyük təhqirlərin qarşısını almaq məqsədi ilə Osmanlı tərəfindən Mərmərə dənizindəki bir adaya göndərildi. İngiltərə və Fransa qəzetləri əvvəlcə bu məğlubiyyəti ictimaiyyətdən gizlətdilər. Ancaq İngiltərədə siyasi böhran yarandı. Hökumət istefa verdi və 2 yüksək rütbəli general vəzifədən uzaqlaşdırıldı. Britaniyalı tarixçi James Morris bu məğlubiyyəti Britaniyanın ən böyük tarixi təhqiri kimi dəyərləndirdi. Kanadalı hərbi tarixçi Nicholas Gardner isə bu hadisənin Britaniyanın Hindistan və Orta Şərqdəki nüfuzuna ciddi zərbə vurduğunu qeyd etdi. Kut mühasirəsindən sonra İngiltərə İslam dünyası ilə siyasətini dəyişərək Qərbi Asiyada şərqşünaslıq fəaliyyətlərini genişləndirdi və bu bölgədə təsirini artırmağa çalışdı.